Bəs tələbələrin Türkiyədə təhsil almaması üçün ən əsas hansı 5 səbəbi saya bilərsiniz? İlk öncə düşünürəm ki, Türkiyədə hal-hazırki iqtisadi vəziyyətin yaxşı olmamağı, yaşam xərclərinin çox olmağı və ölkədə belə deyək də stabilliyin olmamağı elə ən böyük səbəbdir, ilk səbəbdir. Yəni bir növ tələbə Azərbaycandan ora oxumağa gedəndə təkcə təhsil haqqı ilə kifayətlənmir. Həmçinin orada kirayə xərci olur. Hər halda bir çox tələbələrin Türkiyədə evi yoxdur. Yəni kirayə xərcləri olur, yataqxana xərcləri olur, qidalanma xərcləri olur. Hansı ki, bu da çox belə deyək də yüksək miqyasdadır və hal-hazırki situasiyada bir Azərbaycanlı ailənin çətinliklə verə biləcəyi bir ödəniş miqdarındadır. Ona görə düşünürəm ki, Türkiyənin iqtisadi vəziyyətinin yaxşı olmamağı və qiymətlərin yuxarı olmağı əsas səbəbdir ki, Azərbaycanlı tələbələr Türkiyədə təhsil alarkən yəni mənasız şəkildə xərcləri çox çıxır və bu da çox da yaxşı bir belə deyək fakt deyil. Çox neqativ bir faktdır. Ona görə də düşünürəm ki, birinci səbəb Türkiyədəki iqtisadi vəziyyətdir.